Sabahınız xeyir dəyərli izləyicilər. Demək, bugün Mərakeşdə 3-cü günümüzdür və biz artıq Tanger şəhəri ilə vidalaşırıq və üzü Şenşon və Fes şəhərlərinə yola çıxdıq. 2 saat 11 dəqiqəlik yolumuz var. Normalda bu biraz tez ola bilərdi, ancaq burada sürət həddi var. 80 tondan artıq sürə bilmərsən. Ona görə də biz artıq yoldayıq. Eyni zamanda yolda maraqlı anlar olduqca sizlərə çəkib göstərəcəyəm. Yol üstü belə bir kafedə dedik bir çay içək. Həm də oteldir. Tamam, bunu bax görmüşsünüz. Kafe, restoran, Granada. İçəridəki o görəcəyiniz mənzərə möhtəşəmdir də, yəni. Həqiqətən möhtəşəmdir. Adam heyrət edir. İçərisi belədir. Bu mənzərəyə görə dayandıq və çay içmək üçün. Sadəcə möhtəşəm. Və burada çay içirik, təsəvvür edirsiniz uşaqlar. Bizim dostlar, salamlar uşaqlar. Baxın, bəh. Mənzərəyə baxın uşaqlar. Bizə bir çay gəldi. Çay ilə bərabər belə bir şey veriblər və bir də bax belə bir şirniyyatlar var. Bunun dadına bir baxaq görək necə bir şeydir. Puding. Bunun stəkanları belə bir arağa oxşayır. Rafael müəllim şou göstərir. Çayın yanında zeytun veriblər. Maraqlı məsələ bax budur. Buna nə ad veriblər? Şirniyyatı yoxdur, şirinisi yoxdur. Bilməm necə bunu adlandırırlar. Maraqlı bir şirniyyat. Biz əniş olsun çayımızı içək, yolcu yolda yerək, yolda maraqlı anlar olduqca çəkib sizlərə göstərəcəm. Dəyərli izləyicilər, yol kənarında bir dənə belə bir mənzərə çıxdı qarşımıza və biz bunu dedim bölüşüm, paylaşım. Mənzərənin möhtəşəmliyinə baxın. Dəyərli izləyicilər, gəldik, çıxdıq artıq Şenşon şəhərinə. Şəhər mərkəzi bax belədir, balaca bir şəhərdir. Adətən bu şəhər Mavi şəhər olaraq adlandırılır. Bunun da özəlliyi, bunun açıqlaması nəyə görə məhz belə adlandırılır? Xüsusən bunun zamanında bu şəhərin memarları Yahudilər olub zamanında və Yahudilər də bu şəhəri bax belə ağ və göylə bəzədiblər, belə deyək. Bunun da xüsusi bir dini inancla bağlıdır. Yahudilərin inancına görə səma və Tanrı anlamında açıqlaması budur. Yəni inanca görə eləyiblər bu şəhəri ağ və göydən rənglərə bürünüb. Bunun da açıqlaması dini anlamında, yəni səma, göy və Tanrı anlamındadır. Və eyni zamanda digər versiyalar da var. Digər versiyalar isə bu rənglər evləri güya sərin saxlayır və üçüncü bir versiya, variant isə belə deyək, daha çox ağcaqanadlərdən, həşəratlardan qoruyur bu rənglər. Belə, sizə kiçik bir məlumat verdim. Doğrudan da maraqlı bir şəhərdir. Bax belə şəhərdə dilənçilər doludur. Küçə ticarəti var burada. İndi yavaş-yavaş yaxınlaşıb göstərəcəm. Paltarlar satılır. İnsan sanki özünü qədim dövrlərdə hiss edir. Köhnə şəhər adlanır bura. Alo. Aleykümselam. Məhəllə dükanı. Bu məhəllə dükanında daha çox turistlər var məhəllə dükanında. Var milli ayaqqabıları, bax bu var. Bu şəhər də eyni Tanger kimi labirantdır. Bəzən girdiyin yerdən çıxışı tapa bilmirsən. Bəzən çox vaxt yolu azırsan. Mesela geyimlərdə belə mavi rəng öz əksini tapır.
Instagram şəhəri adlandırırlar gələn turistlər. Bax, bu dar küçələrdə, Şefşonda bir də belə maşınlar gəlir arada. Bax, nə zülümlə, buradan necə keçəcək, onu bilmirəm. Yəni, qardaş oğlu maşallah, şofer buna dedə. Turistlərin ən çox gəldiyi yer məhz burasıdır. Çox qəşəngdir, yəni çox maraqlıdır. Bu küçəni belə sona qədər istəyirəm çəkəm. Bax, bu küçənin sonu buradır. Suvenirlər mi deyim, milli? Yes, this Ilos for Baghdad. Okay. Ilos for this. Kaftan. Ha, bunlar milli geyimdir, bax. Bu geyim bu Şefşona aiddir. Okay. Okay. Qırmızı rəngi də var. Thank you very much. Good luck you. Bax, sizə maraqlı bir dənə bir görüntü təqdim edeyim. Baxın. Bax, bina. Yavaş-yavaş. Səma. Səma da göydü. Çox möhtəşəm bir görüntüdür. Həqiqətən. Dəyərli izləyicilər, gəldik qəşəng bir dənə bulanın ikinci yerli mətbəxinə mənsub olan kuskus yeməyi. Yeməklərimiz gəldi. Bax, belə bir dənə qəşəng yeməkdir. Kuskus budur. Digər dostumuz da belə bir şeydir. Kuskus və rahat ol. Bakı kotletidir. Ona bir də zavod çörəyi. Bu da ki, belə deyə də çoban salat kimi bir şeydir. Və həqiqətən bu mənim üçün maraqlı idi. Çünki tanjinin dadına baxdıq. Demək, buradan əl bax. Kök, badam, soğan, kuskus Rafaelin dediyinə görə budur. Toyuq ətidir, belə. Amma kuskusun başqa növləri də var, bildiyim qədərsə. Təkcə bunlar kifayətlənmir. Hər nəsə. Bax, belə maraqlı bir şeydir. Yəni, Mərakeşin milli mətbəxinə mənsubdur. Kuskusun elə bir dadı, bulgurdur. Bulgur bundan daha dadlı gəlir mənə. Dad olaraq. Nəsə belə. Kartof. Amma bir şey var ki, doyumluq da yəni. Demək olar ki, Mərakeşin bütün şəhərlərində və küçələrində bax belə sular var, su krantlar var. Bilmədim necə tələffüz edeyim. Pulsuzdur, gəlirsiniz, üzünüzü, əlinizi yuyursunuz, su içirsiniz və özünüzə gəlirsiniz. Bax, belə gözəl bir su çeşməsi mi deyim, necə adlandırım bilmirəm. Bax, belə papaqlar satılır. Möhtəşəm. Turistlərin ən çox gəldiyi məkanlardan biridir burada. Şefşonda belə bir meydana gəldik. Gözəl bir ortam. Turistik məkanlarda artıq bunlar o qədər turistlər də işləyib ki, yerli cəmaatda. Artıq səni görən kimi həmən belə deyək də, lor dildə necə deyirlər, patxo deyirlər, giriş eləyirlər sənə. Soruşurlar hara alsan. Artıq bütün millətlərlə demək olar, bütün dünyanın hər yerindən bura turist gəldiyinə görə bunların demək hər milləti soruşur hardansan. Məsələn deyirsən ki, Azərbaycandan deyir, İslam falan. Türkiyə deyir, mərhaba, nasılsan? Biz giriş eləyirik, istər-istəməz türklər demişə damardan girdi, yəni səni restoranına, dükanına dəvət eləmək üçün və yaxud da Pakistansa deyir, Çin, Hindistanı, bayaq. Artıq yəni bizdə buranın o atmosferini tutmuşuq deyə artıq bu 3 gün ərzində bir yalan olsun bir 100 dəfə eyni sualı verirlər ki, hara alsan deyəndən sonra artıq yaxınlaşırlar və yaxud da narkotik vasitələri satırlar. Belə Mərakeşə gələn dostlar ehtiyatlı olun. Belə dolanbazlardan diqqət edin, özünüzü qoruyun, eləcə də ciblərinizi qoruyun, çantalarınızı qoruyun. Çünki bu dar küçələrdə bayaqki çəkişlərin birində göstərdim. Motosiklet və yaxud da maşın keçəndə əlinizdən çantanı ala bilər ki, artıq o sürətlə getdiyinə görə siz ona çatdıra bilməzsiniz. Ona görə də diqqətli olun və mənim də bu məlumatımı yadınızda saxlayın. Belə
Belə dəyərli izləyicilər, Şefşon şəhərindəki gəzintimiz sona çatdı. Biz yavaş-yavaş yol aldıq Fes şəhərinə tərəf. Artıq bizim 4 saatlıq yolumuz var. Maraqlı şəhər idi. Sadəcə bu çıx-düş pilləkənlər bizi yordu. Necə deyərlər, yolcu yolunda gərək. Hələlik Şefşon. Bizi gözlə Fes. Gəlirik. Yol üstü yenidən Şefşon şəhəri ilə ən belə de hündür nöqtəsindən sağollaşırıq. Təşəkkürlər Şefşon hər şey üçün. Möhtəşəm idi. Mərakeşdə bir dənə Rafael'da ərəb nömrəsi var idi. Onun hesabına arada mahnıya qulaq asırdı navigatorsa. Zaryadkası öldüyünə görə hal-hazırda ərəb radiosuna qulaq asırıq və çox da zövq alırıq. Hamımıza başa düşürük. أنواع هذا الدليل طرق الاستدلال والاستفادة منه هذا منهج ديال المجتهدين يعني راه ماشي أي واحد قادر على أنه يخوض في هذا الأمر. Demək bu yol Şefşondan Fes şəhərinə gedən yoldur. Baxın, Mərakeşdə eyni bizim rayonlar kimidir də, yolda inək falan.